Özünü tapmaq üçün başqasının xəritəsindən istifadə edə bilmərsən. 25 yaşıma qədər öyrəndiyim 25 şey. Qəlbət ki, hər kəsin həyatımızla bağlı hamının həyatımızla bağlı bir fikri var. Hansı yaşda nə etməli olduğumuzla bağlı bir fikri var. Hansı işi görməyimiz, hansı universitetdə oxumağımızla bağlı hər kəsin bir fikri var. Amma vacib olan bu fikirlər deyil. Qərar verməli olan isə özünsən. Hazır olmağı gözləsən, heç zaman başlaya bilməyəsən. Mesela bu videonu hazır olduğumda çəksəydim mən, böyük ehtimal 35 yaşımda izləyərdiniz bunu. Çünki hazır olmaq bir gün qəfil gələn bir his deyil. Başlayırsan, səhv edirsən, öyrənirsən, heç kim səni xilas etməyəcək. Özün üçün bir addım atmasan, ətrafın istədiyin qədər yaxşı olsun, sənin üçün heç nə edə bilməz. Mən çox şanslı biriyəm. Ailəm hər zaman məni dəstəkləyir, fikirlərimi önəmsəyir, amma mən özüm üçün bir şeylər etmədiyim müddət həyatımda heç nə dəyişməz. Sakit qalmaq qorxudur, cəsarət deyil. Hərəkət etməmək, susmaq, geri çəkilmək, istədiyin addımı başqalarına görə atmamaq. Cəsarət haykü ilə, dramatik addımlarla olan bir şey deyil. Qorxuya baxmayaraq daha ileri getməyə çalışmağındır. Başqalarının razılığı xoşbəxtlik gətirməz. Sənin xoşbəxtliyin başqalarının razılığından keçən bir şey olmamalı. Yəni başqalarını xoşbəxt etmək üçün, başqalarından təsdiq almaq üçün yaşasan, nə ətrafındakılar razı qalacaq, nə də sən xoşbəxt olasan. Bir seçim etməlisən və özünü seçmək tamamilə sənin əlindədir.